Lobiyə bənzəyən paxladan danışacaq. Mən heç vaxt bunu sözün açığı dadmamışam. Bəli, deyilənlərə görə paxla bəzi insanlar üçün ölümcül təhlükəyə çevrilə bilər. Bəli, son günlər xüsusilə yaz və yay aylarında paxla qəbulundan sonra xəstəxanalara müraciət edənlərin sayı artır. Həkimlər xəbərdarlıq edir ki, paxla bitkisi bəzi insanlarda ağır zəhərlənmə və həyat riski yaradan reaksiyalar törədir. Ən təhlükəli məqam isə odur ki, bir çox insan orqanizmində bu riskin olduğunu əvvəlcədən bilmir. Zəhərlənmə faktının ilkin əlamətləri hansılardır və nələrə diqqət etməliyik? Bax, bütün bu haqda sujetdə ətraflı məlumat verilib. Bazarlarda paxla bolluğu müşahidə olunur, satıcılar isə bu məhsula tələbatın daha çox olduğunu bildirirlər. Həkimlər isə xəbərdarlıq edir. Bəs nədir zəhərlənməyə səbəb? Bu mövzunu araşdıracağıq. Paxla vitamin və zülal baxımından son dərəcə zəngin bir qida bitkisidir. Görünüşcə lobiyaya bənzəsə də bu bitki ilə müqayisədə daha çox təhlükəli hesab olunur. Xüsusilə yaz mövsümü üçün xarakterik olan bu bitkidən zəhərlənmə faktı isə istisna deyil. Araşdırmalar göstərir ki, belə hallar əsasən Aralıq dənizi hövzəsində, Afrika ölkələrində və yaxın şərqdə geniş yayılıb. Azərbaycanda da xüsusilə kənd təsərrüfatı ilə məşğul olan bölgələrdə risk daha yüksək hesab olunur. Baxdıq ki, siz paxla bitkisi almısınız. Qorxmursuz? Yox, nədən qorxuruq ki, paxladır da. Mənə elə gəlir ki, heç bir zəhəri zadı yoxdur. Elə çox hallarla rastlaşmışıq. Düzgün bişirməyəndə ola bilsin, düzgün bişirməyəndə belə şeylər ola bilər. Bir də orqanizmdən orqanizmə fərq var. Elə insan var ki, onun orqanizmində məsələn o düşmür, elə bilir ki, zəhərlənib, təmizlənməmiş 1.50-dir, təmizləyəndən sonra kilosu 3-4 manatdır. Müəyyən risk qrupuna daxil olan xəstələr var ki, onlar paxlanı yedikdən sonra səhhətlərində ciddi dəyişikliklər hiss olunur. Bəs kimlər üçün paxla bitkisi daha təhlükəli hesab olunur? Orqanizmdə nə kimi fəsadlara yol aça bilər? Glikoza 6 dehidrogenaza fermentinin çatışmazlığı nəticəsində favizm adlanan xəstəlik baş verir ki, bu həm paxla bitkisinin özü, hətta paxla bitkisinin tozcuğu belə insan orqanizminə daxil olduqda onu parçalayan ferment çatışmadığı üçün orqanizmdə müxtəlif dəyişikliklər baş verir. Paxlanın tərkibində purin adlanan xüsusi maddə var ki, onun orqanizmdə çox miqdarda toplanması ureik asidin miqdarını artırır. Bu da podaqa xəstəliyi kimi oynaq xəstəliyi, tanıdığımız podaqa xəstəliyinin şiddətlənmələrinə səbəb ola bilər. Paxla bitkisinin bu əlavə təsirlərini görməmək üçün biz onu uzun müddət suda saxlamalı və sonra yaxşı bişirməliyik. Bəs zəhərlənmənin ilkin əlamətləri nələrdir və hansı hallarda həkimə müraciət etmək lazımdır? Paxlanın tərkibində olan zülalları parçalayan fermentlərin orqanizmdə bəzən miqdarı az olur və o parçalaya bilmədiyi üçün bəzi orqanizmlərdə paxlanın qəbulundan sonra çoxlu köp, meteorizm, bəzi sancı kimi şikayətlər də müşahidə oluna bilər. Xəstə onu qəbul etdikdən sonra qırmızı qan hücrələri, yəni eritrositlər parçalandığı üçün dəridə sarılıq yaranır, ürək bulanma, baş gicəllənmə, halsızlıq kimi şikayətlər ola bilər ki, xəstə bu şəkildə onu belə deyim də, yəni ev şəraitində ya da ki, poliklinik şəraitdə vəziyyətdən çıxartmaq çətin olur, mütləq xəstəxana şəraitində müalicəsini davam etdirilməlidir. Həkim allergoloq Ləman Cəfərova məhsulun həddindən artıq qəbulunu və çiy halda istifadəsini təhlükəli hal hesab edir. Onun sözlərinə görə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər daha diqqətli olmalıdır. Çünki bəzən sadə görünən bir qida ağır nəticələrə gətirib çıxarır. Jalə Qəhrəman qızı, Suada Quliyeva.